Dostlar, ben Laçın rayonunun Mirik kəndindən hər kəsi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Bura bizim kəndimizin yuxarı hissəsindən Əsadov Eldar kişinin məhləsidir. Allah rəhmət eləsin. Rəhmətə gedib. Mənim hər kəsdən üzr istəyirəm, qaynatamdır. Qaynatam olub. Allah yenə də rəhmət eləsin deyirəm. İndi həyat yoldaşı sağdır, Allah can sağlığı versin qaynanam. Cavanşirdir, oğlu Bəşirdir, mobildir. Hamısı sağdır. Allah onlara da can sağlığı versin. Mən istəyirəm, burada da bir balaca çəkiliş edeyim. Burada bizim kəndimizdən təsərrüfat saxlayan var. Təsərrüfatı gətirib bura. Bax, belə mal heyvanları var. Malla heyvanla məşğuldular. İndi mən əvvəlcən evi çəkəcəm, işlandıracağım. Sonra bu mal heyvanla məşğul olan adamda bir balaca söz verəcəm. O da nəsə belə öz fikrini bildirsin. Bu kənd üçün, gələcək həyatımız üçün. Şikar! Ay Şikar! Bu ağaçlar bu məhlə aiddir. Bu ağaçlar bu məhlə aiddir. Mən indi elə şeylər var ki, bir balaca belə yadımdan çıxıbdır. Yaddaş biraz zəifliyibdir. Aradan nə az nə çox 33 il keçib. Bu 33 ilin içində çox şeylər dəyişib. Yəni burada daş divar tanınmaz vəziyyətdə salınıb. Mən indi bu evdən də belə yaxınlaşıram evə. Bu evlərdə erməni harda yaşayıbsa, o evlərə nömrə qoyulub. Bax, görünür 61. Yəni 61-ci erməni ailəsi. Erməni ailəsinin burada 61-ci ailəsi yaşayıb. İndi yəni torpaqlarımız alınana qədər onlar burada bütün evləri, bütün ağaçlarımızı kəsilmək verirlər. Ancaq elə yerlər var ki, yəni onlar yaşadıkları yerdə bir balaca da olsa, yəni ağaçları tam doğramayıblar, onlardan istifadə edirlər. Bu məhəllənin evin qabağından belə sizə çəkib göstərən bir balaca belə həyəti var. Üstə gəl, bu biri evin yan hissəsi uçurulub, dağılıb. Bax, görünür ki, oradan arxadan bir otaq olub. Buradan bir otaq olub. Bunları vaxtdan ermənilər dağıdıb töküblər. Sonra evin içindən mən biraz çəkiliş edeyim. Evin içi bu qabaqdan mənim yadıma gəlmir. Yəni bu elə biləm yox idi. Sonra artırılıb. Bunu ermənilər yəqin elə biləm artırıb. Bu evdə mən yadımda deyil bu. Ancaq bu qabaqçı otaq belə bu vəziyyətdə tam təmiz olub. Pəncərənin barmaqcıqları yerindədir. Bu evə o qədər ziyan vurmayıblar. Görünür ki, bu evi heç yandırmayıblar da, söküb dağıdıblar. Burada da bu otaqda yəni bir balaca belə ara kəsmə ediblər. Sonra bunu ermənilər eləyir. Ermənilər eləyir. Bu birüzdən də balaca iki otaq. Görünür ki, bu ailədə yaşayan çox uşaqlı olub. Bir neçə erməni millətindən yaşayıblar. Arxa otağı bölüblər. 2 dənə yataq otaq ediblər. Bu ancaq böyük bir dənə qabaq otağıdır. Bu evi demək vəziyyəti çox yaxşı durumdadır. Ev yanmayıb. Evi yandırmırlar. Ancaq ermənilər buradan köçəndə bu evi tam şəkildə dağıdıb, söküb aparıblar, qarat edirlər. Evin də buradan bu biri də sizə göstərim ki, evin tövləsi var. Bax, burada böyük bir tövlədir. İndi hal-hazırda buranı mal, heyvan saxlayan ki var burada. Vəliyev Şikar. Onlar buranı bax belə tam süpürüb təmizləyirlər. Yaxşı vəziyyətdə saxlayırlar. Mal yığırlar bura, heyvan yığırlar. İndi mən bu məhəllədən, yəni bu evdən bu qədər çəkiliş elədim. İndi az da olsa keçim bunların deməli bağ tərəfinə keçim. Bağdan da ağaçlardan görüm nə ağaçları var. Mən onları da çəkim, işıqlandırım. Görüm keçə biləcəmmi mən o tərəfə. Hər yer elədir ki, dağınıq vəziyyətdədir. Ya Allah. Evin girəcəyindən bax belə bir dənə qoz ağacıdır. Cavan qoz ağacı olduğu üçün bunlar əsas deməli iri gövdəli qoz ağacları kəsib doğrayıblar.
Ancaq elə yerdə var ki, belə cavan ağaclar bax belə bu vəziyyətdə durur. Yəni bunu materialdan müəyyəndirmirlər, həm də bu evdə yaşadıkları üçün bu ağaçlardan istifadə edirlər deyin. Ona görə də bu məhəllədə ağaçlar belə qalmaqdadır. Mən indi keçirəm sizə bu tərəfdən. İtlər bir də biraz üstümə gəlir. Mən itdən də qorxan deyiləm. Kənd cəmaatı o qədər də itdən qorxan olmur. Və bu ağaçları yenə mən sizə burada seçib göstərirəm. Bax burada yenə də cavan qoz ağacıdır, fıdıq ağacıdır, belə alma ağacıdır. Sonra kesin burada məhəlləyə bizim kəndlərimizdən Şəhərin başçısı burada təsərrüfatla məşğuldular. Və belə bu üzü belə görkən ağaçlar hamısı bu kişiyə Əsədov, rəhmətli Əsədov Eldara aid olur. Onun məhəlləsindəndir. Təşkil göstərirəm. İndi bizim kəndlərimizdən burada Vəliyev Şəhərin bacısı burada təsərrüfatla məşğullar, kartof əkirlər. Bəlkə sözün var, bir dənə kəlmə deyərsən. Sən deyirsən hər sözü. Bu YouTube'a gedəcəkdi. Nə ürək sözün varsa deyərsən. Sözüm odur ki, gün o gün olsun. Burada evlər tikilsin, gələk betcək burada yaşayın. Ömür tutar. İndi mən sizə bir dənə şey deyim. Mənim sözümə düzgün ürəklə cavab ver. Hə ya yox. Fikri deyəndə, yəni dövlətin tikdi evləri istəyirsən, yoxsa bax bizim bu öz dağılmış evlərimizi bərpa eləmək üçün özümüzün öz qüvvəmizlə çatar yeri gəlsə, bax bu evimiz qaydasında necə varsa elə də bərpa olunsun. Yoxsa belə istəyərsən. Öz evimizdir. Öz evimizi. Hə, öz evimizdir. Sizin adınız nə oldu? Yadımdan çıxır. Zərniyar. Zərniyar. Bax bu da Zərniyarın fikridir. Yəni deməli mən bunu neçə illərdir ki görməmişəm. Mən indi burada bax bunun bu cür zəhmətkeş, cəmaatımız zəhmətkeş olduğunu ben burada sizə göstərirəm. Kartof əkirlər. Bayaqları yuxarıda çəkdiyim kartofdan bu bir balaca, yəni orayla havasıyla buranın havası fərqli olduğu üçün bir balaca böyüyür. Bu da Zərniyar bacının bax belə fikri idi ki, öz evimizi istəyir. Hər kəs öz evini istəyir. Elə deyirsiniz? Lap yaxşı. Allah sizə qüvvət versin, Allah sizə can sağlığı versin. İndi mən yenə də keçirəm. Bu tərəfdən yer var, o tərəfə adlayayım. Mən necə adlayacağım ora? Yox, mən ora keçmək istəyirəm. Setkadan mən o ağaçlar çəkmək istəyirəm. Və evin, Oktayın evinin qabağında. Yox, burada setkadan adlaya bilmərəm. Mən biraz yaxın ola da. Görüm, çalışacağım adlayayım. Mən indi rəhmətli Eldar kişiyə aid olan burada yenə bağdan sizə bir balaca çəkib göstərmək istəyirəm. Mən istəyirəm ki, tam şəkildə bütün evlərin, məhlələrin, bağın, ermənilərin hara ziyan vurduğu çəkimi işlandırım. Onu mən demək istəyirəm. Evdən yenə də bax bu tərəfdən bir neçə ağac var, belə quruyub. Bura deməli bu kişinin əkin biçin yeri olub. Zərniyar, bura həmin evə aiddir da, bura. Bax, məni yadımdan çıxıb, ancaq yenə də soruşuram ki, dəqiqdir, yoxsa yox. Bax, bura Eldar kişiyə aid olubdur, rəhmətli Eldar kişiyə aid olubdur. Bura əkin yeridir. İndi, yəni, burada bağ olmayıb. Ola bilsin ki də olub, yəni, heç nə qalmayıb. Ancaq burada bir dənə, bax belə, kiraz ağacıdır. Kiraz ağacıdır. Durur, yəni, ola bilsin ki, buradan qonşu məhlədir. Dəqiq deyə bilmərəm. Ancaq belə üz aşağı mən sizə qoz ağaçları çəkimi göstərim. Çox güman ki, burada meyvə ağaçları olubdur. Meyvə ağaçlarını gələ sulayasan, baxasan, o yəni ki, dözüm gətirərdi, qalardı. Ancaq bu bir üzdən qoz ağaçları biraz suya yaxındır. Bax, belə hamısı rəhmətli Eldar kişiyə aiddir. Bax, bu qoz ağacılar, bax, hündürlüyünü görürüz, bax, belə. Hündürlüyü nə qədərdir? Təxminən 15 metr olar. Bax, belə, üzü belə çəkirəm. Bura indi həmin məhlənin bostanın aşağı hissəsidir. Amma görünür ki, burada bax, kilənar ağacıdır.
Bax bu da kilənər ağacıdır. Yəni quruyub ola bilsin ki, kökündən sonra pöhrə verib bir balaca çıxıbdır. Bu da ki, alça ağacıdır. Çox yaxşı vəziyyətdədir. Üstü də var. Oradan da yenə alça ağacıdır. Üstündə var. Mən indi təzədən qayıdıram. Mən evin qabağına görüm. Dəbiləcəm mən buradan. Bu təsərrüfatı buraya gətirən Vəliyev Şikardır. Mən indi çalışacağım ki, Şikarla da biraz söhbət edeyim. Görüm o burada mal heyvan saxlayır, nə qədər bunlar üçün yaxşıdır, nə qədər pisdir, özü də bir söz desin, işlandırsın. Şikar. Şikar. Bir dəqiqə gələ bilərsən bəri? Mənim vaxtım gedir, yaxınlaş bəri. Bu məhəllədə deməli Məsud Həsən Vəliyev Şikarla indi söhbət edəcəm. Az da olsa. Bura gəlişinlə bu yer rahatı deyil. Ona görə də bu yerdə məskunlaşıblar. Yəni müvəqqəti olaraq yəqin ki, yaxın zamanda Bəşir, Cavanşir, Mobil gələrlər, özləri də təsərrüfatla məşğul olarlar. Yəqin ki, indi hansısa bir yolla burada yönləşərlər. Ancaq indi mən Şikarla da biraz söhbət edeyim. Şikarin burada mal heyvandan əlavə arı təsərrüfatı da var. Arı təsərrüfatında bizim cəmaatımız ümumiyyətlə zəhmətkeş cəmaatdır. Bizim cəmaatımızın hər birinin hansından soruşsan, əkin biçindən həm başlarısır, həm də deməli məşğulluq bu zəhmətə biz qatlaşırıq. Mən yenə də ürək yeriyib bax belə arılara yaxın dururam. Bax Şikarın arı yeşikləridir. O qədər çox olmasa da yəni ki, bu işlə də məşğuldurlar. Təsərrüfatla bərabər. İndi Şikar, sənin bura gəlişinlə bu heyvanlarla xatirində nələr var keçmişdən, evlərimizin dağılması ilə bax bağlı nə deyərdin? Gələcəkdə biz bura gəlirik. Evləri sən necə istəyərdin? Öz evlərimizi istəyərdin? Yoxsa dövlətin tikdiyi ev istəyərdin? Yəni öz evlərimizi özümüz bərpa eləsək yaxşıdır, yoxsa dövlət bizə hansısa müasir şəkildə tikib versələr yaxşıdır? Hansına razılaşardın? Elə bu barədə bir barədə söz deyərdin. Allah şəhidlərimizə rəhmət eləsin ki, bu günü bizə yaşattılar. Gəldik 33 ildən sonra öz torpağımıza qovuşduq. Qazilər bizi Allah sağlıq versin. Allah İlham Əliyevin ömrünü uzun eləsin. Qaldı ki, burada yaşamağımıza şəxsən mən istərdim ki, öz ata yerimizdə yerləşim. Öz məhəlləmizdə yerləşim. İndi hal-hazırda bu dəqiqə ora maşın yolu çıxmır deyin. Rəhmətli Yelver məhəlləsində məskunlaşmışam. Həyat bayrası yaxşıdır, həyat olurdu. Heyvanı oraya salıram. Oralar yaxşıdır, ona görə bura gəlmişəm. Fərqi yoxdur, ya öz qapımız, ya illərin qapısı. Hamımız minirlik, qəməli bir-birimizlə ünsiyyətimiz var. Mən istəyirəm ki, hamının evi öz yerində tikələr, hələ öz yerində məskunlaşaq. Kənd cəmaatı da tezliklə girişə bir yerə qabaq kimi burada yaşayaq. Yenə yaradaq, işimizlə, güyümüzlə, heyvanımızla, arımızla, malımızla yaşayaq. Ben bunu arzulayıyorum. Çok sağ ol. Sağ olun. Allah size de arzunuza çatasınız. Allah Ali Başkomandanımıza Allah can sağlığı versin. Allah ordumuzu korusun. İnşallah yakın ki o da yakın bir zamanda olar. Yani biz o hayatı da yaşayarız. Şimdi senin bu malın, heyvanın burada çətinlik çəkmirsən ki? Yok yok, öz yerimizde qalaqdan da yerə örgəşmiş adamlarıq. Çok sərbəst, çok güzel. Maşallah örüşümüz gen, ot buraya ot, yaxşı, keyfiyyətli ot. Ondan arının məhsulu da gene Qaragölün altıda, Qaragölün məhsulu, Göybulağın məhsulu. Da bundan yaxşı nə ola bilərsin? Ən yaxşı günlər keçirir. Mən indi o qədər bir cəmaatdan mənim deyim ki, xəbərim yoxdur, yox var. Ancaq belə elə şeylər var ki, mənim yadımdan çıxıbdı, xatirimdə qalmışdı. Siz bundan qaçqın dövrün, didərgin dövrün harda məskunlaşmışsınız, eviniz hardaydı? Ağcabədən yönləşmişdik. Düzdür, ora uyğunlaşa bilmirdik. Ora isti bir yerdir. Mən indi bir dəqiqə, mən indi onu demək istəyirəm ki, Ağcabədi
yeri ilə. Yəni orada da otlaq sahələri var. Hə. Yəni ora ilə buranı siz nətər müqayisə edirsiniz? Fərqi çoxdur. Ora da vətəndir, bura da vətəndir. Bura ana vətəndir. Ora Urfa Azərbaycan da vətəndir. Amma orada çətinlik çəkirdik. Çünki biz dağdan yenmiş adam aranda yaşaya bilmirdik. Biz vaxtından tez yetişdik, boyaldıq. Yaşaya bilmirdik. Elə bir ki, buranın həsrəti də bir tərəfdən bizi sıxırdı. Ona görə çox çətinlik çəkirdik. İndi şükür gəlmişik. Hələ ki, evlər tikilənə qədər, yenə payıza qədər burada yaşayıb, payız yedirik Ağcabədiyə. Amma elə bir ki, ürəklə gözləyirik ki, bura məskunləşək, da yayı da, qışı da elə yerimizdə, öz torpağımızda oturaq. Hə, bu da Şikarın fikri, arzusu, diləyi. Allah sizə can sağlığı versin. Allah malınızdan, uzunuzdan deməli sizə xeyir versin. Bərəkətli olsun bir daha. Allah sənin də canını sağ eləsin ki, gəlib çəkirsən, işıqlandırırsan, cəmaət də tanıyır, görür, bilir. Hə, çox sağ ol. Bu da mənim elə boynuma düşən borcumdur. Sağ ol. Mən tək burada yox, bütün çalışıram ki, şəhid ailələrində oluram. Şəhid məzarların, qazi ailələrində oluram. Orada da mən video çəkişlərim var, YouTube səhifəmdə paylaşıram. Hə, bir daha buradan da bu məhəllədən də bu qədər. Xəttə qalın. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.